Xanımlar, bu dəfə istəyirəm üz dərimizin təmizliyinə etdiyim qulluqdan danışım. Hansı ki, mənim üçün bu məhsullar vazkeçilməzdir. Losyonumuz, kodu buradadır. 120-72, hidrofil yağ 0844 və skrabımız 140-11 kodlu məhsulumuz. Düzdür, hidrofil yağdan başqa hər dəfə losyonu və skrabı dəyişirəm, hamısını sınayıram bir-bir və qızlarla fikirlərimi bölüşürəm. Geniş məlumat vermirəm, çünki kodunu yazdıqda hər məhsulun məlumatı altındadır. Amma qısaca deyim ki, qızlar, sadəcə bir köpüklə, bir gellə üzümüzü yuyub və onu təmiz sayırıqsa, inanın ki, bu belə deyil. Bu belə deyil. 3 gündən bir mütləq dərin təmizliyi lazımdır. Mütləq. Baxın, gün ərzində gellə və ya köpüyünü üzümüzü yuya bilərik, o heç. Amma 3 gündən bir xüsusi dərindən təmizlik edirəm. Mütləq skrab istifadə edirəm. İstəyirsiniz vanna otağından hətta belə çıxandan sonra mütləq skrab orada istifadə eləyin. Gel, hidrofil yağ, yəni bunu istifadə edin, bu mütləqdir skrabın üstündən. Yəni şəxsən mən belə edirəm və nəticəsi də çox gözəldir. Və losyon qızlar, inanın ki, hətta bu iki məhsulun üstündən üzümüzü losyonla siliriksə, baxın onda da pambığa, üzümüzdə olan, o dərində olan kirlər çıxır. Ta ki bu üçünün istifadəsindən sonra üzlərimin tam istədiyim kimi nəfəs aldığını hiss edirəm qızlar. O qədər mükəmməl bir nəticə olur ki, bax üzləriniz allanır, o təbii, o işıltı dəriyə gəlir. Bunların üstündən də hər hansı bir zərdabımı, qidalandırıcı bir krem istifadə edirəm və nəticə mükəmməl olur qızlar. Hər kəsə də məsləhət görürəm.